Məf'ulun bih sarih və ikinci vasitəsiz tamamlıq. Məf'ulun bih qeyri-sərih şəklində ərəb dilində ifadə olunur. Vasitəsiz tamamlıq əsasən təsirli feillərlə idarə edilən və təsirlik halında olan sözlərdən ibarət tamamlığa deyilir. Məsələn, baxaq indi. Şəribət tıflul ləbənə, demək, uşaq südü içdi. Bu bizdə demək olacaq cümlə, özə feili cümlə olacaq. Çünki feili cümlədə xəbər feil öndə gəlir, sonra demək gəlir mübtəda, sonra vasitəsiz tamamlıq. Demək, əgər cümlə feillə başlayarsa, bu feili cümlə adlandırılacaqdır. Şəribət tıflul ləbənə misalında, nümunəsində burada şəribə xəbərdir, özə təsirli feildir. Şəribə içmək, nəyi içmək? Artıq biz feilə sual verəndə artıq onu biz təyin edirik ki, bu təsirli və ya təsirsiz feildir. Demək, təsirli feillər kimi, nəyi sualına cavab verir.